Hər hansısa bir ədədin kvadratı -1-dir. Mənim nəyimə lazımdır deyim. Sonuca odaqlanıblar. Həmin sinüs alfa nətər oldu? İmtahana gedib iştirak edəndə, sual kitabçalarını açanda sanki hər şeyi unutmuş kimi bir hiss yaranır da. Deyirəm bala, sən gedib deməyəsən ki, marketdə mənə i kvadratı qədər çörək ver. Digər fənlər, digər kitabları oxuduqda aldığın zövqlə riyaziyyatdakı o xüsusən də çətin olan sualı həll etdikdə xüsusi aldığın zövq. zövq çox fərqlidir. Bəli, xüsusi. Tənbəlliyimdən gəldim üstədə. Gözünüzü yumun və təsəvvür edin. Hər şeyin, binaların, musiqilərin, cibinizdə olan telefonların, hətta damarlarınıza axan qanın belə bir dili var. Bu dil nə ingiliscədir, nə də Azərbaycanca. Bu kainatın dilidir, riyaziyyat. Bir çoxlarınız riyaziyyatı çox sevir, bir çoxlarınız onu qorxulu yuxu adlandırılır. Bugün açıq masada mən Nurəli Bəşirov və riyaziyyatı öz şagirdlərinə sevdirməyə çalışan Elmar müəllimlə birlikdəyik və riyaziyyat məsələni. Xoş gördük Elmar müəllim, necəsiniz? Təşəkkürlər, xoş gördük. Hər kəs salamlayıram mən də. İlk sualımızı elə bu az əvvəldə bildirdiyim bu riyaziyyata olan qorxu ilə başlamaq istərdik ki, niyə görə uşaqlar riyaziyyatı çətin və qorxulu fənd kimi hesab edirlər? Burada bir növ damla effekti kimidir. Zəncirvaridir riyaziyyat. Məsələn, biz riyaziyyatı bina kimi düşünsək, 5-ci mərtəbəni tikmək üçün 1-ci mərtəbə mütləq vacibdir. Riyaziyyatda da elədir, zəncirvaridir. Aşağıda bir yerdə kəsirlərdə problem varsa, artıq tənliklərə bu öz əksini tapacaq. Tənliklərdə problem varsa, daha sonra növbəti bölmədə öz əksini tapacaq və bu zəncir qırıla-qırıla gedəcək. Qorxu dediyimiz insan bilmədiyi şeylərdən adətən qorxar da, belə deyim. Qeyri-müəyyənlikdən qorxur. Qeyri-müəyyənlikdən insan qorxar. Bu qorxu dediyimizin təməl daşı odur. Bilgiləri əlaqələndirə bilməmək, təməl daşları bir-birinə əlaqələndirə bilməmək. Yəni biz sırf ona görə, biz deyəndə yəni biz ölkə kütləsi ortalama nəzərdə tuturam ki, biz sırf ona görə yəni qorxuruq. Hə. Qorxu bilgisizliyimizdən gəlir, əlaqələndirə bilməməyimizdən gəlir. Doğru. Yəni problem aşağı yaşlarda, aşağı siniflərdə o təməlin düzgün qoyulmamasından qaynaqlanır. Bəli, hətta dərdim ki, 4-cü 5 Azərbaycan üçün deyirəm, 4-cü 5-ci siniflərdə o sayda bir qırılma baş verir. İbtidaidən əsasa keçəndə orada qırılan zəncir 11-ə qədər gəlir. 11-də də hətta o zənciri bərpa eləməyə çalışırıq çətinliklə. Çox çətin olur. Mən xatırlayıram, mən abituriyent olduğum vaxtlarda bibim oğlu vardı. O məndən hardasa bir 5 yaş səhv eləmirəmsə böyük idi də. Mənə həmişə deyirdi ki, trigonometr çox çətin mövzudur, trigonometr çox belə keşməkeşli mövzudur və s. Və mən də istər-istəməz bir trigonometriyə qarşı bir ön yarğı formalaşma başladı. Ta ki mən o dərsə çatana qədər onunla bağlı heç bir anlaşım olmaya bir şey yarandı ki, məndə ki, burada ehtiyatlı olmaq lazımdır. Amma mən trigonometri dərsini müəllimdən dinləyəndən sonra, onun üstə test işləyəndən sonra yəni açığı dedim bu qədər çətin deyil də. Yəni düz deyir, o səviyyəyə görə deyirdim də. Yəqin ki, mənim təməlim yaxşı oldu. Bəli, məncə də elədir. Çətin olsaydı ən azından Əl-Battaninin dövründən danış. Antik düşüncədə olan bir insanlar onu yaratmazdı ki, biz artıq indi belə 21-ci əsrdə onu başa düşməkdə çətinlik çəkirik. Böyüklü olaraq başa düşməkdə çətinlik çəkirik. Amma geriyə baxsaq antik dövrdə adamlar bunun üzərində işləyiblər. Deməli, bunun qavraması çətin deyil. Sadəcə insanlar get-gedə biraz tənbəlləşir. Səbəb-nəticə əlaqələndirməkdən yayınır. Mən dərdim ki, formal əzbərləməyə daha çox meyl edir. Ona görə çətinləşir. Çünki arxa fonda gizlənən qaranlıq məqam böyüyür. Bu çox doğrudur. Çünki mən indi siz dedikcə mən xatırlayıram o abituriyent illəri. Mənim müəllimim Həsən ağa müəllim, dünyasını dəyişib Allah rəhmət eləsin. Həsən ağa müəllim bizə heç vaxt düsturları əzbərlətdirmirdi. Bəli. Və düsturları məsəl üçün adətən olur da bu abituriyent universitetə hazırlaşanda ona konkret düsturlar lazımdır ki, o məsələn sinus kvadrat plus kosinus kvadrat bərabərdir 1. Bunu bil kifayət eləyir. Sonra o düsturdan törəmə bir neçə düsturlar çıxır da. Sinus kvadrat x bərabərdir nə bilim. Və bunu çoxları öz uşaqlarına əzbərlətdirirdi. Halbuki bu bir düsturdan qaynaqlanır da, bir neçə düstur çıxır. Məsələn Həsən ağa müəllim bizə onun həmişə isbatını eləyirdi və tələb eləyirdi ki, növbəti dərsdə tələb edirdi ki, filan düsturu gəl isbat elə. Çünki isbat eləyəndə düsturu unutsan belə, isbatını bildiyin üçün o düsturu yenə tapma ehtimalın yüksəlir də, belə. Mən həmişə onun uşaqlarıma elə məhz bax o sizin dediyiniz tam doğru məqamdır ki, onu aşılamağa çalışıram. Düsturu əzbərləmə. Düstur sənin yadından çıxa bilər. Hə, həqiqətən elədir. Bu beyində neyron neyrona bağlantısı olmalıdır ki, arxa fondan gəlsin. Bu niyə belədir? Ən böyük problemimiz də odur.
Bugünkü gündə uşaqlar çox da bu niyə belədir sualına meyl eləmir. Bu belədir, daha gerçəkliyinə fokuslanırlar. Niyə belədir? İşləyirmi? İşləyir, okey. Amma niyə? Sorğulama yoxdur da belə. belədir. Sorğulama yoxdur. Mən məsələn bu yaxında elə trigonometriyadan danışırdıq. Trigonometriyanın əsas eynilikləri olsun, bir düsturdan sıfırdan yoxdan var eləmək, yəni antik dövrə qayıdıb müasir trigonometriya istifadə etdiyimiz dərəcəsində düsturları var eləyək deyə bir əlavə dərs almışdım. Başladıq üçbucaq sahələr, 2/1 AH-dan, qarşının bitişiyə nisbəti falan filan gəldim. Sinus alfa üstəgəl betanı yaratdıq, kosinus alfa minus betanı yaratdıq. Düzdür, böyük kütləsindən maraq var idi. Bəzilərinə baxıram ki, amma sonuca odaqlanıblar. Sinus 2 alfa nətər oldu? Kosinus 2 alfa niyə demir ha? Necə oldu? Müəllim 30 dərəcə onda orada 30 yazacağam. Prinsip budur. Amma niyə 30 yazacağam? Səbəb, bax o fokuslanmadığımız, həmin o qorxularımızın da birinci sualda dediyiniz qorxularımızın da səbəbi bizim doğru fokus yönümüz olmamalıdır. Kökünə odaqlanmaq lazımdır. O bəzən olur, bu adətən fənlərə uyğun deyirlər ki, məsəl üçün bu fəndi biz niyə keçirik də? Bu riyaziyyatda da yəqin ki vardı. Uşaqlar böyük ehtimal ki deyiblər də, məsələn, bu düstur mənim həyatımın hansı nöqtəsində mənə faydalı olacaq? Bu imtahan istisna olmaq şərti ilə də. Təbii ki, elə olur. Mən də çox rastlaşıram ona. Demək olar, hər il daha da çox eşidirəm o sualı. Bəzi hissəsini başa salmaq olur ki, məsələn, faizdir. Bala, vitrində 20% endirim görürsən. Bu neçə manat endirim olduğunu ya da neçə olduğunu və yaxud da bankdan kredit götürürsən, aradakı faiz məsələlərini necə işlədiyini, bu cür şeyləri izah eləmək olur. Amma gəlsək məsələn kompleks ədədlərə, hər hansısa bir ədədin kvadratı -1-dir. Mənim nəyimə lazımdır deyim. İndi mən ona da izah edirəm. Və ortada bax problem oldu. Deyirəm bala, sən gedib deməyəsən ki, marketdə mənə i kvadratı qədər çörək ver. Ya da sənin qalığın orada kök altında pi qədər olmayacaq. Amma bu həyatın arxa fonda təbiətin atomik səviyyədə izahıdır. Elektromaqnetizmin işləmə prinsipidir. Elektrikdə Schrödingerin dalğası i olmasaydı necə işləyərdi məsələn? Baxırsan ki, çox önəmli məsələlərdir. Deyirəm ki, hə sən sənin nəyinə lazımdır yox. O olmasa sənin əlindəki telefon olmazdı. Sən rez fırlaya bilməzdin. O təbiətin atomik səviyyədə ölçüsünün izahıdır. Bu elə dediniz, bu həqiqətən çox təsirləri var. İndi bəziləri bunu görmürmü və yaxud da ki görmək istəmirmi və yaxud da izah olunmayımı ola bilər. Çünki məsəl üçün günün 24 saat olması belə bir riyazi hesablamaya əsaslanır. Sonra məsəl üçün bir məqalədə oxumuşdum, səhv eləmirəmsə, günəşin məsələn binalardakı kölgənin düşmə bucağını, günəşin belə deyək, günəşin vurduğu təqdirdə hansı istiqamətə düşmə ehtimalını, binaların quruluş formaları məsəl üçün riyazi hesablamalar əsasında eramızdan əvvəl 4-cü əsrdən bəri o məsələ yəni var idi. İndi günümüzdə ən önəmli, yəni aktuallıq kəşf edən bu texnologiyaların inkişafıdır. Demək olar ki, əhalinin böyük əksəriyyəti, istər gənc yaşlar, istər hələ məktəblilər olsun, bunlardan istifadə edirlər, süni intellektlərdən istifadə edirlər. Riyazi aspektdən, riyaziyyat fənninə və yaxud da ki, ümumiyyətlə günlük fəaliyyətimizə uşaqların süni intellektlərdən istifadə etməsi tənbəlliyə mi gətirib çıxardır, yoxsa daha dərinə enməyə imkan mı verir bizə? Əslində çox maraqlı sualdır bu. Çox maraqlı sualdır. Günümüzün dərdinki bəlkə ən aktual məsələlərindən biridir. Süni intellekt bizi hara aparır və riyazi cəhətdən bu özünü necə göstərir? Müəllim olaraq. İki tərəflidir. Süni intellekti bir raket kimi düşünə bilərik də, kosmosa uçan bir raket kimi. O bizi kosmosa apara bilər, ondan düzgün istifadə eləsək. Amma gəlin görək günümüz reallığında bu belədirmi? Yox. Günümüz reallığında bu belə deyil. Günümüz reallığında əksər müşahidəmə əsasən deyirəm. Azərbaycan reallığından danışıram. Ola bilsin ki, Norveç vətəndaşı üçün bu belə deyil. Mən Azərbaycan reallığından danışıram. Uşaq süni intellektdən istər Gemini olsun, istər GPT olsun və yaxud da başqa bir DeepSeek olsun, sualı soruşur, bəzən KSG-BSG məsələlərini həll etmək üçün, bəzən müəllimlərin ev tapşırıqlarını həll etmək üçün. Öyrənirmi? Yox. Öyrənmir, daha da kütləşir, daha da betər vəziyyətə gəlir. Uşaq oradan soruşmur ki, bu düstur niyə belə işləyir? Mexanizmini öyrənmir də, belə deyək. Bunu başqa cür necə izah eləyə bilərsən? Təbiətlə əlaqələndirə bilərsənmi? Falan tipli şeylər soruşacaqmı? Yox. Düzgün alqoritmik suallar da vermir axı bu buna.
Doğrudur. Artıq elə bir vəziyyətə gətirib çıxaracaq ki, sanki tək istəməzdim elə olsun. Get adam görür ki, məsələn biz çıxanda çölə görürük ki, yağış yağıb, yer palçıq olub. Yerin palçıq olma səbəbi yağışın yağmağıdır. Səbəb nəticə əlaqələndirdik. Bu beynimizin bu hissəsi artıq çalışdı. Səbəb nəticə. O hissə çökür. Səbəb nəticə hissəsi çökür. Uşaq əlaqələndirmir. Bu belədir. Bunu informasiyanın özəyinə baxır. Səbəb nəticə əlaqələndirməsinə baxmır. Və bu da böyük bir fəlakət aparıb çıxardır. Uşaqların düzgün istifadə etməməyi, sadəcə informasiyanın özəyinə odaqlanmağı səbəb nəticə əlaqələrin pozulmağına gətirib çıxardır. Mən elə gəlir, yəni səbəb nəticə əlaqələri. O beyin o baxımdan yaxşı işləmir. Biz danışdıq ki, qorxu məsələsindən danışdıq. Bildiririk ki, bu əslində təməldən yaranan bir şeylərdir. Adətən bəzən bu riyazi bilikləri yüksək olan uşaqlar və yaxud da riyaziyyata həvəsi olan uşaqlara həmişə belə bir söz deyirlər. Onun atası da belə idi, babası da belə idi. Yəni gendən gəlir bunlarda bu riyazi həvəs, riyazi biliyin çox olması. Bu həqiqətən belədirmi? Riyaziyyat sevgisi gendənmi gəlir? Riyaziyyat sevgisi, bəli, ətraf mühit, ailə, təməldaşlardan gəlməsi müəyyən qədər var. Amma belə bir şey deyim ki, riyaziyyatçı doğulmur. Olunur. Riyaziyyatçı olunur. Əgər bunun təməlini bir təməl daha əvvəlinə geçsək, onun da kökü riyaziyyatçı deyildi. Bir yerdə bu yaranmalıdır. Gendən genə ötürülə müəyyən qədər tibbi, məsələn, neyroloqlar falan deyir ki, bunun təsiri var. Mən razıyam. Bunun təsiri olması lazım müəyyən qədər. Amma onun təsiri olmasa da, atası, anası savadsız olub, özü məsələni həll eləyib, ortalığa gündəmə gətirə bilər. Yəni sonradan qazanıla bilən bir vərdiş, bacarıqdır. Onun üçün nə lazımdır? Səbr lazımdır, dözüm lazımdır, məqsəd lazımdır, iradə lazımdır, üzərində işləmək lazımdır. Məsələn, Ramanujana baxaq. Məsələn, Ramanujan B götürəndə heç bir ali təhsil almamışdı. Genetikasında da deyim ki, ay bu atası belə, anası belə. Yəni o qədər bir şey deyildi də. Kasıb bir Hindli ailəsindən danışıram. Amma gör haralara gəldi, Hardinin yanına çıxdı. Baxış məsələsi, odaqlanma məsələsi, hətta hədəf məsələsi. Hardinlə hətta onun bir dialoqu da var idi. Kinoda da keçir o səhnə. Taksi gəlir, Hardi də məşhur riyaziyyatçılardandır bu adam. Taksi nömrəsinə baxır, 1729 deyir, çox sıxıcı rəqəmdir bu, çox sıxıcı ədəddir bu. Ramanujan düşünmədən deyir ki, bu kublarının cəmi ən kiçik, yəni kublarının cəmi 1729 olan iki fərqli şəkildə göstərilə bilən ən kiçik ədəddir. Adamın yəni o qədər ədədlərlə beyni çox sürətlə işləyir də belə deyək. Məsələn, bir başqa müəllim, bir başqa tarixçi olsaydı da 1729 Nadir Şahın çiçəyi, məsələn, tarixə bağlayardı da onu. İngiltərə, İspaniya münasibətləri. Amma bu adamın görürsüz necə möhtəşəm bir fərqli yanaşması var idi. Yəni ki, riyaziyyat sonradan qazanılan, o sevgi sonradan qazanılan bir sevgidir. Aşlana bilən bir sevgidir. Genetika məncə önəmli deyil. Hər kəs onu bacara bilər. Yəni Elmar müəllim demək istəyir ki, bu miflərə inanmayın, çox çalışın, düzələr. Məncə mümkündür. Sadəcə olaraq insan şuur altına yerdir ki, bəzən mən mən bunu bacarmaram deyir də, beyin artıq ona kodlaşdırır. Bəzi qəliblər var ki, təbii biz onu uyğunlaşdırmışıq da. Mən humanitar yönümlüyəm, mən təbiət yönümlüyəm. On sərhədlərini belə deyim ki, qanadlarını qırmaq kimidir, sərhədlərini kiçiltmək kimidir. Sən daha artığını bacara bilərsən, səndə də o neyron var, məndə də o neyron var. Biz onu bir-birinə bağlamalıyıq, inkişaf elətdirməliyik. Doğrudur. Deyirsə məsələn ki, deyir uşaq, bu mənə harda lazım olacaq. Məsələn, idman zalına gedir, mən 100 kilonu qaldırıramsa, bu da demək deyil qabağıma çıxan hər 100 kilonu qaldıracam. Gedib evdə məsələn 100 kilonu qaldırım. Bunu hər yerə tətbiq eləyəcəm, o mənə güc verir. Başqa sahələrə tətbiq verir. Doğrudur. Elə bunu da elə dediyiniz, bu məsəl üçün rəqəmi gördü, kubun kvadratlı məsələsində onu soruşacağam ki, riyaziyyat biliyinin çox olması, təfəkkürünün güclü olması həyatda bunu başqa nəs kimi belə deyək xüsusiyyətlərdə önə sala bilər. Bəli, elə məsələn elə bunda önə sala bilər ki, o daha sürətli düşünə bilir. Təbii ki, analiz baxımından, problemləri parçalara bölüb həll eləmək baxımından
fərqli düşünmək baxımından Həqiqətən bu çox önəmlidir. çox önəmli məsələdir. Çox önəmli məsələdir. Biz ümumi danışdıq, ümumi giriş verdik də belə deyək, Bəli. riyazi məsələlərdən ibarət. İndi qarşıda bizi abituriyentləri daha doğrusu buraxılış imtahanları gözləyir. Ondan sonra da artıq qəbul imtahanları gözləyir. Amma uğurlar arzulayıram. əlbəttə ki, hər birinə uğurlar arzu edirik. Sualımı ona vermək istədim ki, bu əslində belə deyək də çox populyar olmuş bir sualdır. Çoxları bu barədə fikirlər səsləndirir, amma biz bir riyaziyyat müəllimi olaraq riyaziyyat sahəsində bundan sizdən də dinləmək istərdik ki, imtahana çox az bir müddət qalmış. İndi artıq gələn ay artıq buraxılış imtahanları keçiriləcək. İmtahana çox az bir müddət qalmış. Abituriyentlər yeni mövzuları öyrənməyə önəm versinlər, yoxsa öyrəndikləri mövzu üzərində daha çox çalışıb onu təkmilləşdirməyəmi? Hə. Əgər imtahana çox az vaxt qalıbsa, yeni və nisbətən çətin mövzulara girişmək mən dərdim ki, fırtınanın ortasında təzə gəmi tikmək istəyinə bənzəyir. Yəni sən fırtınanın ortasında mücadilə eləyirsən, o anda deyirsən ki, mənim gəmim balacadır, bir gəmi yekəsini tikim. O tam da onun yeri deyil, mövqeyi deyil də belə deyim. Həmin vaxtda təbii ki, daha əvvəlkilərə qayıdıb, onlara fokuslanıb, boşluqları doldursa, oradakı sualları bəlkə də yaza bilər. Amma hər uşaqda bu aid eləmək olmaz. Dediyim kimi elə uşaqlar var ki, bir dəfə mövzunu keçirsən, mükəmməl şəkildə öyrənə bilir. Və aradakı vaxt onu kifayət edirsə, imkan verirsə, ona keçmək olar. Amma bu adamın onsuz da bazası zəifdirsə və zəif öyrənirsə, bu imtahana az bir müddətdə yeni bir şeyi də buna yükləmək artıqdır. Çünki onu götürə bilməyəcək. Biraz arxaya qayıdıb öyrəndiklərini təkmilləşdirməyə mən tərəfdarı olardım. Bu da bizə abituriyentlərə bir tövsiyə olsun. Elə bu məsələ ilə gəlmişkən, elə bu imtahana az bir müddət qalmasından bəhs etmişkən bir sual da verim. Əslində yəqin ki, bu sualda siz çox eşitmisiniz. İmtahanda düşmə ehtimalı yüksək olan 5 mövzunu bizə sadalaya bilərsiniz buraxılış imtahanlarından sonra. Buraxılış imtahanında adətən gələn ən çox qlobal olan 5 mövzu. Deyərdim ki, məsələn, trigonometriya bölməsi çox vaxt özünü 2 sualda göstərir. Bir trigonometrik funksiyalar, bir trigonometrik tənliklər. Yəni trigonometriya başlığında bunu birləşdirirəm. Üçbucaq və çevrə məsələləri və dördbucaqlı məsələsi. Bu məsələlər mütləq bilinməlidir. Onsuz da mən üçbucağı bilməsəm trigonometriyada əziyyət çəkəcəm. Onsuz da mən çevrəni bilməsəm konusda əziyyət çəkəcəm. Təməl hissələrdir ki, bunlar bilinməlidir. Bunlar bilinməsə o bilərə problem yaradacaq. Və təbii ki, tənliklər, onun xassələri mütləqdir ki, kvadrat tənlik, onun həll olunması da onu bilməsək, heç ümumiyyətcə üçbucaqda kosinusları da həll edə bilməyəcəyik. Sinuslara girə bilməyəcəyik. Təbii ki, kvadrat tənlik, tənliklər sistemi, qurmaqla məsələ həlləri, bu məsələlər öz əksini mütləq tapmalıdır. Mütləq tapmalıdır. Elə imtahandan bəhs eləmişik. Bu abituriyentlərin imtahanda iştirak zamanı da bu soyuqqanlıqlarını qoruması üçün önəmli olan bəzi məsələlər var. Bundan da sizdən tövsiyə alınması istəyirdik. Abituriyent olur ki, sınaq imtahanları çox yüksək nəticələr göstərir. Dərs prosesi zamanı çox aktiv şəkildə iştirak eləyir və görünür ki, bu abituriyentdə potensialı yüksəkdir, yüksək nəticə göstərər, amma imtahana gedib iştirak eləyəndə sual kitabçalarını açanda sanki hər şeyi unutmuş kimi bir hiss yaranır da. Əlxüsusən riyaziyyat suallarında bu çox olur ki, açırlar, onu görən kimi hər şeyi unudurlar da belə deyək. Bu soyuqqanlılığı necə qoruya bilərlər? Oradakı belə deyək, stresi necə idarə edə bilərlər? Gözəl sualdır. Gəlin baxaq görək bu kimlər adətən o həyəcan stresi yaşayır? Məsələn, bir adam ümumiyyətcə həyatı boyu hazırlaşmırsa, o imtahana elə-belə girirsə, o adam həyəcanlanmayacaq. Çünki onun arxasında bir daşıdığı məsuliyyət yükü yoxdur. Deməli, bu həyəcanın arxasında bir məsuliyyət yükü gizlənir. Odur içərdən onu qaynaqlandıran ki, sən bir belə əziyyətin qarşında heç olar. Yəni, odur onu arxadan mən deyən qaynaqlandıran. Onun öhdəsindən gəlmək olarmı? Mütləq şəkildə təbii ki, olar. Birinci imtahana qədər sınaqlarda iştirak eləmək. O sən artıq hər dəfəsində onun öhdəsindən biraz daha çox gəlirsən. O həyəcanını yenməyi öyrənirsən ki, mən artıq bu həyəcanımı necə örtbasdır edə bilərəm, o necə qalib gələ bilərəm. Sınaqlar bunun üçündür. Bir növ simulyasiyadır da, imtahan simulyasiyası. Mən özümdən deyərdim ki, mən imtahanda adətən kitabça qabağıma gələnə qədər, indi təbii ki, biz də abituriyent olmuşuq. Kitabça qabağıma gələnə qədər çox stres keçirmişəm. Allah necə suallar düşəcək? Görəm orada bildiyim gələcək. Görəm boşluğumdan sual mı gələr? Təbii ki, bu hamıda mən deyərdim var. Olur, əlbəttə ki. Kitabçanı açırsam bir dənə sual işləyəndə bir rahatlama gəlir. O sanki ilk sualdan o həyəcan gedir.
ən rahatından. Hə, ən rahat sualın birini başlayıb işləyəndə o həyəcan artıq getmiş olur. Ki, mən bunun öhdəsindən gələ bilirəm ki. Özgüvən rahat yaranır. Bir dənə sual işləyirsən, özgüvən məsələsi onu ört bastırır. Bir dənə sual işləyirsən, mən bunun öhdəsindən gələ bilirəm. Bir baxırsan ki, imtahan keçibdi. Təbii ki, orada mən dərdim ki, nəzarətçilərin arasında qışqırırlar. İmtahana 25 dəqiqə qaldım. Bu artıq şeytanın taqqıltısı kimidir. İmtahan məsələsində mən imtahan verdikdə, hardasa bu 10 il əvvəl çətin suallar deyirdi. Məsələn, mən riyaziyyatı həqiqətən çox sevən bir tələbələrdən olmuşam, şagirdlərdən olmuşam və sizin dediyiniz kimi kitabçanı açdım. İlk öncə baxdım ardıcılığa ki, hardan başlasam daha yaxşı olar. Rahatından başlayım ki, bir özgüvənim artsın. Rahatından başla artıq sonlara yaxınlaşanda bu ən çətin hesab edən sualları sonlara saxlamışdım. Bəli, mütləq, gözəldir. Ən çətin elə və həndəsə suallar mən həmişə belə deyirdim. Cəbir vardı həndəsə. Mən həndəsə cəbiri daha çox sevirdim sanki həndəsəyə nəzərəndə. Əlavə xətt çəkməklər adətən leşib sonra qalan suallardır. Çünki orada həndəsədə belə deyək də baxırdın və orada görünməyən bir şey çəkilməli idi. Onu görmək balaca çətinlik çəkirdi o dövrlərdə. Və orada belə bir məsələ olmuşdu. Sual var idi. Sualı başladım etap-etap həll etməyə. Kifayət qədər uzun bir sual. İndi sual yadımda gəlməz, amma görsəm biləcəm ki, bu həmin sualdır da. Sualı həll eləyə gəldim. İlk baxışdan mənə çox qəribə gəlirdi də, belə deyə. Bunu eləyə bilmərəm deyə düşünürdüm. Yavaş-yavaş başda gördüm ki, gedir də, artıq imini bu sualda. Və sonda hər şey həll eləmişdim. Hələ də xatırlayıram. 13-dən 7 çıxırdım. Açıq sual idi də, səhv eləmirəmsə. 13-dən 7-ni çıxırdım. Və ən çətin mərhələsini gəlmişdim. 13 çıxılsın 7-ni mən səhv yazmışdım. Yəni sanki o rahatlıq o dərəcədə gəlmişdi ki, mən bunu artıq həll elədim. 13 çıxılsın 7 götürüb səhv yazmışdım və bunu da fərqinə varmamışam. Yazmışdım, çıxdım ki, bu sual indi imtahandan çıxandan sonra yoldaşlarla oturub söhbət eləyəndə deyirdi ki, bu məsələn burada nə cavab? Burada cavab filan ki, görürəm hamı deyir ki, başqa cavab deyirəm. Ola bilməz də mən bunu bu etaplarla gəlmişəm. Axırda gördüm ki, çıxmada səhv eləmişəm. O rahatlığın gətirdiyi diqqət dağınıqlığına gətirib çıxarda bilir. Sanki beyin biraz tez qərar verir ki, sən bitirdin. Qalib gəldim bu suala belə deyək də. Sonda belə deyim, adam allada bilir. Mən müəlliməm, günün bu dəqiqənin özündə də bilməməkdən deyil. Onun üstünə 4 gəlin, bir də gördün başqa bir şey deyə bilərsən. Olur da bu insan beynidir, bu robot deyil, belə şeylər ola bilər. O da nə ilə əlaqədardır? Sırf deyərdim ki, diqqət dağınıqlığı rahatçılıqdan yaranır. Həqiqətən. O hiss edirsən ki, mən bunu hər şey yaxşıdır, rahatdır, bir də görsən ki, yox, əslində bu rahatçılıq da, yəni sözümüzün canı ondan ibarətdir ki, imtahana giriş zamanı stres birmənalı olmalıdır. Bəli. Sizin dediyiniz kimi bu məsuliyyəti var ki, bu stres çəkir bundan ötəri, yoxsa niyə görə bunu çəksin də belə deyək də. Amma çox rahatçılıq da yaxşı bir şey deyil də. Hər şeyin çoxu nəzarətli saxlamaq, bəli. Hər şeyin çoxu ziyandır bir mənayla desək. İmtahanda ən böyük rəqibimiz vaxtdır. Hələ də indiki məqamdakı artıq sualların formatları fərqli olur. Məsələn, mən imtahan verdiyim zamanlarda 25 sual olurdu. 25-i də qapalı tipli suallar olurdu da belə deyək də. Açıq tipli suallar olsa belə, o belə deyək də indiki açıq tipli, situasiya tipli suallar deyildi də. Orada artıq 15 alırdın, cavab kartında 15-i sadəcə içini qaralayırdın belə deyək də. ABC olurdu, bir də bu versiyada olurdu. Amma indi də əməli başda açıq tipli suallar, situasiya suallar yaranır. Uşaq özü yazmalıdır, həll prosesini orada göstərməlidir belə deyək. Bu da istərsəniz vaxt çox alan amillərdən də belə deyək. Abituriyentlərə belə deyək, öz şagirdlərinizə necə bununla mübarizə aparmağı tövsiyə edirsiniz? Birinci, mən nə deyərdim? O bəxt dediyiniz kimi çətin suallar təbii ki olmalıdır. Ən azından sonda bir 5-liyin içində müəyyən bir çətinliklər gözləyir uşaqları hər il olduğu kimi. Onun içində bəzən 1, bəzən 2 sual ola bilər ki, sənin enerjini zəli kimi sömürür. Ona o qədər vaxt ayırmaq lazımdır. O sənin birinci düşmənindir deyərdim ki. Buna müəyyən bir enerjini sərf elədin, gördün ki, hardasa xətan var və xətanı görə bilmirsən, dərhal situasiyanı dəyiş. Başqa bir misala keçmək lazımdır. Çünki vaxtdan gedir və bizim elə bir lüksumuz yoxdur ki, onun üzərində dirəşəsən o qədər. Əvvəldəki 13 dənə sual, rahat suallardır, geridə qalan 12 dənənin 7-si açıq olsa da dərdim nisbətən orta suallardır, çətin deyil. Sondakı 5 suala daha çox vaxt ayırmaq lazımdır.
Hə, imtahan 3 fəndi və 3 saatdır. Bunun 3 saatını da bərabər bölməliyəm deyə bir şey yoxdur. Çünki sənin cavab kartını kodlaşdırma məsələsi də var. Hə, önəmli məsələdir. Hər imtahan bitəndə şagirdlərdə məsələn kodlaşdırmanı çatdıra bilmədim və yaxud da sürüşdürdüm. Bəli, O vaxt yarım az qalır saatdan deyə az. tələsirlər və nə isə orada qaçırdılar belə deyək də. Bu kimi hallar olur. Bunlar öz yerində. Bir də müəllim bir şey deyəcəydim. Bu həqiqətən mənim üçün belə deyək də, bu müəllimlik peşəsi sözsüz ki, çox müqəddəs bir peşədir, çox ali bir peşədir və mən bunun belə səmimi qəlbdən deməyimin ən əsas səbəbi odur ki, sanki müəllimlərdə belə bir güc var. Uşağa baxırlar və anlayırlar ki, başa düşməyib. Yəni mən başıma gəlib deyə deyirəm də. Mən müəllim olurdu. Məsələn bir test izah eləyirdi. Mən məsələn səhv eləmişəm fərz eləyək ki, və müəllim onu izah eləyir ki, bu əslində necə olmalı idi. Baxıram, müəllim o qədər izah eləyir, o qədər ətraflı izah eləyir ki, adam bəzən deyir ki, hə başa düşdüm. Amma müəllim bilir ki, sən başa düşmədin, bir də görürəm ki, təzədən izah eləyir. Başa düşmədin. Sanki onu bu hiss hardan gəlir? Siz necə bunu hiss eləyə bilirsiniz? Hə, deyim ki, bir xüsusi cihazla bunu ölçmək mümkündür. Yox, xüsusi cihazla mümkün olmasa da, amma peşəni sevmək görmək lazımdır. olur təbii ki. Bəzən uşağın verdiyi bir sualın onun anlamı olur. Görürsən ki, elə yerindən sual verir ki, sənə tam da qaymaq yeridir. Amma görürsən ki, məsələn uşaq sual verir, o 3 hardan gəldi? Tam da o odaqlanası bir şey deyildi, belə deyim. Amma elə yerindən gələn sual, təbii ki, onu da soruşmalıdır, amma demək istədim o ki, verdiyi bəzən sualdan başa düşmək olur. Bəzən əlaqələndirməsindən başa düşmək olur. Məsələn, deyir koordinatlar 6-8 olan vektorun uzunluğu, kompleks ədədlərdə də 6 üstə gəlir 8-in uzunluğu. İkisində də kökatda kvadratların cəmi. Görürsən uşaq bunda var və buna əlaqələndir gözün qabağında. Ki eyni düsturla tapılır. Onda onu görmək olur. Bəzən bir sualla, bəzən bir əlaqələndirməklə. Sırf baxışla olarmı? Baxışla olmaz. Tətbiqlə görə bilərsən. Adam baxırsan ki, elə bir şey yaradıb ki, elə bir şey gətirib ki, bu bunu 100% dərindən anlayıb deyə bilirsən. İstən bir fərahlama, rahatlama görə bilirsən özünü. Belə siz illərdir artıq müəllimlik kimi fəaliyyət göstərirsiniz. Bir çox nəsillər artıq keçib də belə deyək də sizdən də. Bu günədək bu eşitdiyiniz ən möhtəşəm bəhanə və sizi güldürən bəhanədir ki, ən çox eşitdiyiniz və ən belə deyək də bu günə də deyilmiş ki, bu çox kreativ idi. Məsələn, uşaqdır, gəlib hazırlıqlı gəlməyib, tapşırıqları eləməyib və çox qəşəng bir bəhanə gətirir də. Çox olub, o qədər bəhanələr olub ki, düzdür əvvəlki kimi dayışlarımız sönmüşdü, qonaqlarımız gəlmişdi, tipli bəhanələr artıq yeni bəhanələrin özü əksini tapır. Məsələn, elə günü bu günün özündə deyirəm. Bu günün özündə bir uşaq, yəqin ki, bu yayımız deyəndə biləcək hansı uşaq deyirəm bu gün. Deyirəm ki, dəftərin hanı, tapşırıqların hanı? Deyir, dəftərim evdə qalıb, amma şəklini çəkmişəm, göstərim. Yaxşı şəklini çəkmişəm, göstərim. Deyirəm, necə oldu da, bəs sən şəklini gətirmirsən telefonda da, öz evdə. Deyir, bildim ki, yadımdan çıxacaq, evdə qalacaq. Şəkillərin hər ehtimala çəkdim. Şəkilləri də başqa adamdan alım. Adamdakı kreativlik. Bildim ki, yadımdan çıxacaq. Nostradamus'dan mı sən? Bilirsən, bərbətdən qoy. Kreativ qəşəngdir bu. Bu qəşəngdir. Müəllim, sizin riyaziyyatda ən çox sevdiyiniz düstur nədir? Yəni bu riyaziyyatda aşiqsiniz də belə deyək də bu düstura. Çoxdur əslində. Demək olar ki, bir-birinlə qarşılıqlı əlaqədə olan çox düstur var. Mənim üçün riyaziyyatın Mona Lisası Euler düsturudur mən dərdim. Y üstü I, P üstə gəl 1 bərabərdir. 0,5 dənə sabitin bir arasında Y irrasionaldır. 2,74 dövr eləyir. Sonsuza qədər dövr eləmədən gedir, sabitdir. P özü 3,14, I özü imagination və 0,1 təməldaşları 5 dənə komponentin bir arada olması da elə bir 5 dənə. Hətta bunu birini sağa atsaq, Y üstü I bərabərdir -1 desək, 3 dənə yoxluğun bir gerçək yaratması kimidir də belə deyim. Həqiqətən. İlahi bir düstur kimi dərdim. Biraz böyüdərək təbii ki. Riyaziyyat həqiqətən çox belə deyək də, indi bəzilərinə dediyimiz kimi qorxulu gəlir, bəziləri xoşlamır. Məsələn, hətta riyaziyyata görə ixtisas qrupunu dəyişdirən şagirdlər də var. Məsələn, deyir ki, mən riyaziyyatı bacarmıram, riyaziyyat mənə deyil.
gedir məsələn 3-cü qrupa hazırlaşır və yaxud da 4-cü qrup, hansı ki riyaziyyatın orada daha prioritet olmadığı bir qrupa hazırlaşır. Bunu necə dəyərləndirirsiniz? Yəni nə dərəcədə bu bəzən doğrudur ya da ixtisasına doğru, sevdiyin iş varsa ona doğru getmək lazımdır, amma riyaziyyatdan qaçmaq lazım deyil. yox, bu riyaziyyatdan qaçaraq O doğru edilmiş bir şeydir. Riyaziyyat, madəm adam gəlibdi, günümüzün realından danışıram, hər il gördüyüm şeydir. 5-ci qrupa hazırlaşıram müəllim mən. Deyirəm avtomatik sənin riyaziyyatın kəsinliklə zəifdir. Baxıram ki, həqiqətən də zəifdir və riyaziyyatdan qaçdığı üçün 5-ci qrupa gedir. Fikirləşir ki, mən bir dənə 5 dənə, amma doğru seçimdirmi? Təbii ki, yox, xətalı seçimdir. Deyirəm nəyə gedirsən? Deyir dizaynerliyə. Mən deyirəm ki, bax başına dönüm, bax qızım, sən dizaynerliyə gedirsən. Sən çevrənin tənliyini öyrənməli və tətbiq elə, ən azından da bacarmasan, sən çevrə üzərində müəyyən işləyə bilməsən, simmetrik bölgü nədir bilməsən, paralel köçürmə nədir işləyə bilməsən, sən nə qədər mükəmməl dizayner ola bilərsən ki, nə qədər irəliləyə bilərsən ki, düzdür, indi yapay zəka dövrüdür, amma sənin bacardığın o da bacarırsa, sənin kreativliyin olmayacaq, sən yaradıcı gücün olması üçün sənin riyaziyyatın olmalıdır. Sözsüz. Yoxdan var eləmək üçün lazımdır riyaziyyat. Bəzən dediyim kimi marketdən çörək almağa yaramır. Yoxdan var eləmək üçün. Market deyəndə həmişə mənə yazma ehtimal nəzəriyyəsi tutur. O kassalar olur bir neçə ardıcıl şəkildə də. Həmişə mən ehtimal nəzəriyyəsi edirəm ki, orada necə deyirlər, say az olanda gedirsən ki, ora ki da. Mən heç vaxt onu tutura bilməmişəm də. Mən həmişə bəzən 2 dənə lift metroparkda falan olanda onun ehtimalında mən də fikirləşirəm ki, bu hal-hazırda burdadır, buna minmə ehtimalları, düşmə ehtimalları məndə də olur. Riyaziyyat həqiqətən necə ki bir insan bədəninə qulluq eləmək üçün, nə bilim, idman zallarına gedir, bədənini məşq etmək üçün də beynin də məşqi riyaziyyatdır. Riyaziyyat işlədikcə Qaus demişkən elmlərin şahıdır. Həqiqətən öyrəncilərdir. Əqlin gimnastikasıdır. Sözsüz. O bəzən fikirləşirlər ki, bu mənim günlük həyatım harda olacaq ki, nəyəm bir parçası kimi. Ali Nesin hocam bir sözü var, deyir ki, bu mənim nə işimə yarayacaq, buraxmalısın öncə. Dediyin anda bitdi bu iş. Yəni öncə o düşüncədən çıxmaq lazımdır ki, beyin inkişaf eləsin. Təbii ki, o sənin mütləq işinə yarayacaq. Hə. Sözsüz. Hardasa bir həyatın hansısa bir nöqtəsində sənə kömək göstərəcək. Arxa fonda qərar verməyinə, problemi həll eləməyinə, analitik düşünməyinə. Çox önəmlidir də belə deyək bunlar həqiqətən. Çünki onsuz da hal-hazırda günümüz elə bir texnoloji çağdağıdır ki, belə deyək də, texnologiyalar onsuz da mövcud bəzi prosesləri avtomatlaşdırıb həll edə bilirlər. Artıq burada sənin bir fərd olaraq individual yanaşman olmalıdır ki, bu da zehnin yaradıcılıq olmalıdır. Zehnin güclü olmalıdır. Zehni də gücləşdirən ən yaxşı riyaziyyatdır. Çünki həm də riyaziyyatın belə bir gözəlliyi ondan ibarət ki, bu bəlkə də mənə aiddir, bəlkə də başqaları başqa cür düşünə bilər. İndi abituriyent vaxtı və yaxud da tələbə illərində, tələbəlik vaxtı da ali riyaziyyat keçirilir də, belə deyək də. Digər fənlər, digər kitabları oxuduqda aldığın zövqlə riyaziyyatdakı o xüsusən də çətin olan sualı həll etdikdə aldığın zövq çox fərqlidir. Bəli, xüsusi zövq verir. Həqiqətən elədir. Bir misal işlədin, mən özüm də abituriyent vaxtından deyirəm ki, bir misal oturub işləyirdin, onu həll elədin, bitirdin, adamı bir rahatlama, sanki böyük bir işi bacardın. Sanki böyük bir şey, həqiqətən elə. Bu riyaziyyat əzbəri sevmir də, yaradıcılığı, analitik düşünməyi sevir. Dərin bəlkə də daha tənbəl adamlar sevmir. Hə, olur. Adətən o bir stat da var da belə başa düşdüm. Ən çətin, ən uzun işləri tənbəllərə tapşır. Onlar çünki ən qısa versiyasını tapa biləcəklər də. Məsələn, mən o vaxtı ən yaralı yerim tarix olubdu. Əzbərləyə bilmirdim illəri. Düzdür, səbəb nəticələrini çox əlaqələndirirdim. Sevirdim. Mən beynimin çalışma tərəfi o yönümdə oldu. Səbəb nəticə. Ox kaman icad olundu. Hə, uzaq məsafədən heyvanları da vura bildik. Vurduqlarımızın birazı qaldı. Əhəlləşdirməyə də başladıq. Səbəb nəticələr gəlirdi. Və artıq geridə qalan məsələn Daranı 15 bıçaqla vurdular, İskəndəri 13. Bu yadında qalmırdı. Artıq yadında qalmırdı. Niyə? Çünki burada bir növ səbəb nəticəni uyğunlaşdıra bilmirdim. Səbəb nəticə və bu səbəb nəticə mən apardı riyaziyyata bilmirdim. Gördüm ki, yox, mən əzbərləyə bilmirəm. Mənlik deyil də o əzbərləmə. Başladım riyaziyyat. Gördüm ki, bunu bununla əlaqələndirirəm. Bunu əzbərləməyə ehtiyac qalmır. Otururam, hamısını özüm üçün yaradıram. Sıfırdan bütün düsturları qoyub qabağıma bu bölməni yarada bilirəm. Və belə-belə də zəncirvarı ardıcıl şəkildə gedə bilirəm.
Tənbəlliyimlə gəldim istimrədə. Bir sualla da məsələni sonlandırmaq Bəli. istəyək. Bu sırf sizin belə deyək də fikirlərinizə əsaslanan bir sualdır. Riyaziyyat bir rəng olsaydı və yaxud da bir mahnı olsaydı, sizə görə o nə olardı? Ha, maraqlı sualdır bu. Riyaziyyat bir rəng Rəng. olsaydı, Və ya mahnı olsaydı? rəng olsaydı məncə göy mavi, səma kimi olardı, Niyə? sonsuz olardı. Ha, O mənada tam əhatəli olardı. Başımızın üstündə qaldırıb hər zaman gördüyümüz, onu hiss elədiyimiz, duyduğumuz birbaşa mavi rəng olardı mənə elə gəlir. mahnı olsaydı. Mahnı olsaydı Chopin-dən ola bilərdi, Bach-dan ola bilərdi və Interstellar'ın arxa fonu ola bilərdi. Təşəkkür edirəm Elmar müəllim. Çox sağ olun gəldiyiniz sağ olun. üçün. Dəyərli Açıq Masa kanalının izləyiciləri, bu gün riyaziyyatla bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdıq. Növbəti buraxılışlarda fərqli müəllimlərlə fərqli mövzularda müzakirələrimiz, söhbətlərimiz olacaq. Kanalımıza abunə olmağı, videonu da bəyənib paylaşmağı unutmayın. Elmar müəllim bir daha çox sağ olun. Sağ olun. Növbəti Hər kəsə görüşlərdə. olar. Arzu edirəm, minnətdaram təklifiniz üçün. Təşəkkür edirəm. Xoşda buyurun.